Ağsuda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Kanal 10 TV Azərbaycan oxu Azay istinadən xəbər verir ki, hadisə rayonun Diliman kəndi ərazisində qeydə alınıb. Bir markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb. Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü Səid Qasımov hadisə yerində ölüblər. Avtomobildə olan daha iki sərnişin 2005-ci il təvəllüdlü İsmail Baxışov və 2006-cı il təvəllüdlü Şahbələ Çağadətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.